Bu günlərdə Naxçıvan Səhiyyə Nazirliyi tərəfindən konstitusiya və suverenlik ili çərçivəsində müxtəlif qayrasında fəaliyyət göstərən uşaq bağçalarında təlim-tərbiyə alan uşaqlara 5000 ədəd D vitaminin paylanması üçün xeyri aksiyasına başlandı. Bəli. Deməli, bu konstitusiya və suverenlik ili çərçivəsində bu proses başlayır. Bu dərmanı nə vaxtdan xeyriyyə məqsədi ilə daşıyırlar? Bu dərmandır. Mən üzr istəyirəm, bu fikri tamamlayayım, ondan sonra mən sizdən bununla bağlı fikrinizi soruşacağam. Bizim informasiya agentliyinə uşaq endokrinoloqu Nabat Ağayeva müsahibə verib və o bildirib ki, D vitaminini həkim məsləhəti olmadan qəti şəkildə uşaqlara ümumiyyətlə vermək olmaz. Bu çox ziyanlıdır. Çünki baş tez bitişir, uşaq beyinsiz qalır. Uşaqların sağlamlığına ciddi təsir edə bilər bu proses. Yox, nədir də o? Uşaqların bu şeyi, bu başının bu ortası bitişməmiş doğulur uşaqlar. Çünki niyə? Baş böyük olmalıdır ki, uşaq böyüdükcə onun beyni də böyüyür, elə bir sıxsın o böyüdür. O yavaş-yavaş tədricən həmən o başın bu ortası tədricən sümükləşir. İndi sən D vitamini verirsənsə, bu uşağın başı sümükləşəcək, onun deməli beyni balaca qalacaq. Deməli bu adam ki var, Fuad Nəcəfli, indi siz sonra oxuyarsınız onu. Bəli, siz fikrinizi deyin, mən deyəcəm başqa nə təsirləri var D vitaminin verilməsində. Mən belə deyək də, loru dildə mən izah eləmək istəyirəm. Buna elə bil, əgər D vitamini... Genofonda məhv eləməkdir, bunun başqa yoxdur. Bu manqurt yetişdirir kişi, bu yeni insan tipi yetişdirir. Başı balaca, beyni balaca, və adam, bu beyni balaca, o nə qədər beyni balacadırsa, belə çıxır ki, sən daha az o şey düşünə bilərsən, bir çox o sənin, o belə deyək, beyin, əqli o kamilliyin yetişməyə bilər. Deməli, bu adam yeni insan tipi yetişdirir. Adını elə qoy da, deyən, mən yeni insan tipi, manqurt yetişdirirəm, nə bilim. Onun ağlı kəsməz, ya müəllimi var, ya da ki, pul qazanmaqda ağlı kəsməyən D vitamini verməz. Ağlı kəsməyən verər B vitamini. Məsləhəti kim verirsə, onu ağlı kəsir də. O, onu verirsə, 100% o insanların, o uşaqların başının balacalaşdırılması projesini həyata keçirir. Naxçıvanda D vitamini. Qardaş, Naxçıvan elə hər tərəfi D vitaminidir. Günəşli bir yerdir, Naxçıvan D vitamini heç yoxdur. Yayda adam orada özünü təndirin içərisində hiss eləyir. Ora nə D vitamini? İndi həkim deyir ki, Heydər bəy, deməli D vitaminin artıq verilməsi uşaqlarda hansı xəstəliklərə səbəb ola bilər? Artıq D vitamininin qəbulu böyrək daşlarına, ürək bulanma, qusma, halsızlıq, baş gicəlləmə kimi hallara səbəb ola bilər. D vitamini qanda yoxlamadan yalnız profilaktik dozada, yəni 400-800 beynəlxalq vahid civarında vermək olar. Bu amil mütləq nəzərə alınmalıdır. Onu canişin bilir, 400 nə bilim nə ekvivalent. Təəssüf ki, onun həkimləri də bilmir axı. Gərək bu canişin biləkət. Uşaqlarda heç bir şikayət olmadan qanda D vitamini yoxlatmaq da doğrudur. Nəinki D vitamini vermək. Şikayət yoxdursa D vitamini yoxlatmaq belə məqsədə uyğun hesab olunmur. Bu vitaminin miqdarını yoxlamaq üçün xüsusi göstərişlər olmalıdır. Əgər miqdarı azdırsa, yalnız o zaman terapevtik dozada D vitamini verilə bilər. 5000 D vitamini paylayırlar özdə bağça uşaqlarına. Niyə? Çünki pul silməyə yer yoxdur, Heydər bəy. Bunun həm sizin dediyiniz tərəfi var. Yox qardaş. Həm də pul qazanırlar. 5 manatlıq darmanı alırlar, sənədləşdirirlər 20 manata. Diyor ki, aksiya kimi paylanır. Bunlar onu eləmək, pul qazanmaq istəsələr C vitamini də eləyərlər. Y vitamini, hər cür vitamin var da, əlifba sırasını qoy qabağa, hamısı özdə hələ üstəlik, nəinki əlifba sırası qədər var. Həm də məsələ onların nömrələri də var, B1, B2, B3, minlərlə vitamin var. Bunda niyə D vitamini verir? Ciddi sualdır bu. Baş burada tez sümükləşsin, baş sümükləşəndə beyin böyümür. Yəni manqurtu nətər manqurt edirdilər? Manqurtun, bax, manqurt əfsanəsi var. Bunlar ağlı kəsər bunu belə, yəni bu dediyiniz məsələləri. Mən deyirəm, bu prokurorluq Sənan müəllim idi. Bəli. Sənan müəllim araşdırın da bunu. Yəqin ki, araşdıracaqlar. Manqurt necə manqurt edirdilər? Başına götürürdülər, belə deyək, o dərini, dəvə dərisini tərsinə keçirirdilər. Bəli. Axı onun tükü çölə çıxa bilmirdi, və elə bil qalırdı başında qalırdı adamın.
onun o tükü dəvə dərisini deşə bilmədiyinə görə, ya indi at dərisi də, onu deşə bilmədiyinə görə beynin içinə girirdi. Beynin zədəliyirdi. Bunlar ən müasirini tapıblar manqurtlaşdırmağın. Ən müasirini, heç o, nə bilim, heç kəsin Azrailin belə ağlına gəlməyən bir metodu tapıblar. Ən zalim insanların belə ağlına gəlməyən şeyləri tapıblar. Nəyə lazımdır hələ kimisə başına, nə bilim, dəri keçirəsən, heyvan dərisi. Nə edirsən? D vitamini verirsən, beyin sümükləşir, baş balacalaşır, beyində böyümür. Vəssalam olursa manqurt. Bunlar yeni insan tipi yaradırlar. Niyə bu yeni insan tipini yaradırlar? Naxçıvanlar həmişə mübarizə olublar. İndi vətənpərvər olublar, dövlətinə, millətinə, vətəninə bağlı olublar. İndi o Naxçıvanları yeni insan tipində yetişdirmək lazımdır. Nə eləmək lazımdır? Beynini xırda saxlamaq, özünü belə deyək, manqurt eləmək, onsuz da Vasif Talıbov bir xeylaq eləmişdi. İndi bu daha yeni metod olacaq. Bu daha təhlükəlidir də. Bu rəsmən fiziki cəhətdən də cəmaatın uşağını manqurtlaşdırır. O hamıya həkim məsləhəti olmadan D vitamini vermək insanları, uşaqları manqurtlaşdırmaq deməkdir, yeni tip insan yaratmaqdır. Mən hesab edirəm ki, mən bu məsələni Hətta Çingiz Aytmatov, burada yeri yazıb Çingiz Aytmatovun əsərini xatırlatdınız. Mən elə Çingiz Aytmatovdan danışıram da, manqurtu elə yaradırlar. Mən hesab edirəm ki, Naxçıvanın mənim o çox istədiyim, belə deyək, mən ona təşəkkürümü indi bildirdim. Sənan Paşayev. Sənan Paşayev bu məsələni araşdırmalı. Bu məsələni araşdıracaq. Yox, burada bu tək sənanlıq deyil, bu. Bu dövlətçilik məsələsidir. Qardaş, bunu BTK-da araşdırmalıdır. Millətin genə fondu məsələsidir bu. Bunu prokurorluqda araşdırmalıdır. Bunu oradakı daxili işlər bütün strukturlar bunu araşdırır. Hükmazır qına bunu araşdırmalıdır. İzahatını verməlidirlər ki, sən bu vitamini niyə yerli yersiz insanlara verirsən, insanların uşağına verirsən? Bu olarmı? Yəni buna İndi yoxlasınlar D vitamini çatışmazlığı olan uşaqlara versələr, deyərsən ki, bunlar bir xeyirxah iş görüblər. Amma mənim şəxsən tanıdığım ailələr var ki, o uşaqlara D vitamini paylayıblar və o uşağı da yoxlamayıblar. Söhbət ondan gedir ki, Naxçıvanda heç D vitaminə ehtiyac yoxdur. Yoxdur, xeyr. Naxçıvan güləşli yerdir, orada D vitamini çatışmazlığı yoxdur. Mən öz uşağımdan bilirəm. Mənim uşağımda biraz belə deyək, raxitlik var idi. Mənə dedilər, götür apar dənizə. Yox, Naxçıvana demədilər, mənə demədilər də Naxçıvana. Sonra mən başa düşdüm, mən niyə Naxçıvana gətirməmişəm. Apar dənizə, bütün günü dənizin qırağında, qoy günəşin altına, günəş onun müalicə edəcək. Sonra mən bir daha Naxçıvana gedəndə yaya düşmüşdü. Biz orada Naxçıvanda yaşayanda Naxçıvanın o şəraitini görmürdük də, başa düşmürdük. Yaşamışsaq da onu başa düşmürdük. Dedim, elə bu təndiriymiş ki, bura. Böyle mən gərək gətirərdim, burada uşaq müalicə olunardı. Niyə təndirdir? Hər tərəfdən çılpaq dağlar, o çılpaq dağlar qızır, yəni o təndir deyil olur da. Təndir onun daşlarını qızdırır. Sonra ora çörək yapırsan, çörək. Burada da heç çörək yapma, o uşaqları yap, o D vitaminini oradan alacaq. Bu adamlar rəsmən bu millətə qənim kəsilib, yenə deyirəm, manqurt yetişdirmək, yeni insan tipi yetişdirməklə məşğuldular.